Birinci sualımız, sən indi şahsan yoxsa pələngsən? Elvin, mən bir dənə qlobus ver. Qlobusumuz da hazırdır. Biz heç bunu hazırlamamışdıqdan ki, inanılmaz bir travma olaraq beynimdə qalmışdı. Amma insan ingilis dilindən əvvəl şirin dil bilməlidir. Səyahət zamanı sənə səyahətlər sənə nələr verir? Everestdə heç kim çıxamayıb, inşallah çıxmarsan. Bitdi, bitmədi. Videonu bəyəndinizsə. Davam edək. Salam dostlar. Bu gün yanımızda Şahpələng var. O Şahpələng məşhur blogerdir. Axırıncı dəfə Taylanda getmişdi. Bu gün onlar onun təcrübəsini öyrənəcəyik. O sözü mən də deyə bilirəm. Mən də çaşıram bəzən videolarımda. Xoş gəlmisən. Xoş gördük, olur. Xoş gördük. Mən burada olmaq üçün mən də çaşdım, görürsən. Çox həyəcanlıyam. Həqiqətən sənin kanalına qonaq olduğum üçün. Yeni qayıtmışam səyahətdən. Taylanddaydım. Oradan Singapura getdim. Singapurdan Malayziyaya, Malaiziyadan Vyetnama. Sonra qaydanda da eyni şəkildə gəldim Malayziyaya, sonra Şərm-el-Şeyxə, Dubay tərəfə gəldim, oradan da Bakıya. Birinci sualımız, Şahpələnglə sən indi şahsan yoxsa pələngsən? Mən pələng, Şahpələng. Mənim adım biraz qeyri-adidir. İnsanlar mənə pələng də deyir, şah da deyir. Amma əksər insanlar mənə pələng deyə xitab edir. Səyahət etməyə nə vaxt və necə başladın? Məndə necə olduğu, mən Şirvanda yaşamışam, Əli Bayramında. Ora hansı ki şəhərdir, amma Bakıya nəzərən rayon sayılır. Uşaq vaxtı heç kimə də önərmirəm. 16-17 yaşım olanda Bakıya qaçıb gəlirdik biz məhəllə uşaqları ilə. Mənə görə Bakının startı bulvar idi. Bulvardan səyahət eləməyə başlayırdıq. Bakı mənim üçün çox gözəl bir şəhərdir. Hər zaman Bakıya gələndə həyəcanlanıram. İlk dəfə 16-17 yaşlarımdan, 15 yaşlarımdan Bakı olub mənim səyahətim. O vaxt belə telefonlar yox idi, Nokialar var idi, 6300-lar var idi. Gəlirdim belə Bakını çəkirdim, evdə gedib baxırdım ki, həmən gözəl bir şəhərdə olmuşam. İlk dəfə ilə başlamışam. İndiyə qədər ziyarət elədiyin ən sevimli ölkə hansıdır? Uğur, valla bunun arasında çox ölkə var. Mən hətta bunu deyə bilərəm ki, Azərbaycandan vizasız gedilən ən gözəl ölkə, yəni yaxın mənasında deyirəm, Türkiyədir. Çünki Türkiyədə həm dəniz var, meşə var, nə bilim Kapadokiyası var. Yəni hər yerinə gedə bilərsən. İstanbulu var. Mənim amma ən sevimli olan bir ölkə yoxdur. Yəni bir neçə ölkə var. Bunun arasında Niderland var, Hollandiya var, Barselona var, İspaniya var. Mən katalanların yaşadığı tərəfə getmişdim, Barselonaya. Orada İspanyollar da var, amma əsasən katalanlar yaşayır. Taylandın özü də gözəl idi, Vyetnam da qəşəng idi. Mən Singapurda olanda onu deyim ki, gördüm ki, Dubayı, Dohanı Singapura oxşadırlar. Çünki Singapur çox inkişaf eləmiş bir şəhər ölkəsidir. Ora həm şəhərdə, həm ölkədə, belə deyim sənə. Çox gözəl idi. Bir ölkə deyə bilmərəm, bir neçə ölkədir. İtaliyanın özü məsələn, uğur çox tarixi bir yerdir. Orada eyni şəkildə tarixdən çox şeylər tapa bilirsən. Hətta maraqlı bir nüans deyim ki, Romada çox metro qazıntıları apara bilmirlər. Bunun da səbəbi odur ki, haranı qazırlar, bir türklər demişən, antik əsər çıxır. Ona görə zədə yetirməmələri üçün, necə deyərlər, o ekolojini pozmamaqları üçün çox da qazıntılar aparmırlar. Gördüm, çox ətraflı cavab verdim. Başqa? Ronaldo yoxsa Messi? Ronaldo yoxsa Messi sualı həm mənə qoca olduğumu hiss elətdirir, həm də cavan olduğumu da hiss elətdirir. Çünki yaxın bir tarixdir. Onları izləmək, ona şahid olmaq, El Clasicolar məsələn, bunları görmək çox ayrıcalıqlı bir şey idi. Hansı ki, təəssüf ki, sizlər artıq bunu görə bilmirsiniz. Mənə görə bunların arasında fərq yoxdur. Futbolda mən biraz radikalizmi sevmirəm. Əsasən əyləncəni sevirəm. Ona görə də hər ikisi də deyə bilərəm ki, şanslı bir nəsiləm ki, mən hər ikisini də heç olmasa TV-dən də izləyə bilmişəm. İkisi də deyərəm. Madrid yoxsa Barcelona? Mənim özümün xoşuna gələn komanda Barcelonada olmağıma baxmayaraq Real Madriddir. Çünki onların əflatun bəyaz formaları çox xoşuma gəlirdi mənim. Barcelona'ya qarşı təbii ki də Rivaldolar var idi. Mən onda biraz gec çatdım onların vaxtına. Ronaldinho'lar eyni şəkildə. Xavi, Deco var idi eyni şəkildə. İkisi də deyə bilərəm. Kotlet çörək.
Səyahət zamanı ən çox xatırladığın məkan hansıdır? Ay sağ ol. Bu da çox gözəl sualdır. Uğur, valla mən çəkilişlər eləyəndə səyahətdə çox çətin keçir mənim üçün. Çünki həm o an çəkiliş eləməsən, video fikirləşməsən, Instagrama ayrı, TikTok ayrı, YouTube ayrı fikirləşirsən, oxuduqlarını beynində tutursan, çox həzzini yaşamırsan. Mən Barselonada olanda plyaja getdim. La Sagrada Familia deyə bir kilisə var, o katedral var. Hətta o yanına getdim mən plyaja, orada dayandım. O üfüq xəttini izlədim. Onda dedim ki, mənim üçün ən ləzzət eləyən yer buradır. Dediyim kimi Barselonanın məndə yeri ayrıdır. Hansı ölkənin mətbəxi ən çox səni heyran elədi? Valla Uğur, mən belə genel bir şey deyə bilərəm. Məsələn, mən Asiyadan gələndən, daha doğrusu Asiyaya getdiyim zaman 90 kiloydum və mən qayıtmışam 79 kiloyam. Çox 11 kiloya yaxın arıqladım orada. 11 kilo eləyir də, səhv eləmirəmsə 11 kilo eləyir. Genel bir şey deyə bilərəm. Məsələn, Avropa mətbəxində Uğur görürəm ki, mən məsləhət də görürəm bizim insanlara çox salat, kahı, kök, bu cür yeməkləri, daha doğrusu ürünləri yeməyin yanında istifadə edirlər. Asiyada da eyni şəkildə otdan çox bəslənirlər, yəni otçul bəslənirlər. Bir ölkənin spesifik bir mətbəxi deyə bilmərəm. Ərəb mədəniyyətinin yeməkləri xoşuma gəlir mənim, onların düyüləri xoşuma gəlir. Bizim mətbəx çox xoşuma gəlir. Asiya mətbəxi mənə uzaq idi, Avropa mətbəxi yaxındır. Belə düşünürəm ki, düz cavab verdim. Səyahət edərkən ən çox nəyə fikir verirsən? Təbiətə, məsələn, mədəniyyətə, yeməyə, nəyə? Valla Uğur, bu dəyişir. Səyahət elədiyim zaman insanlara göstərməyə çalışıram əsasən də. Mən bu arada özümə səyyah demərəm. Mən əyləndiyim şeyləri insanlara göstərirəm, yaşadığım, gördüyüm, yediyim yeməkləri göstərirəm. Bəlkə də sən gələcəkdə gedərsən, daha detallı bir mətbəx videosu çəkərsən, göstərərsən. Amma əsasən diqqət elədiyim insanların yaşam tərzidir. Ən xoşuma gələn də Uğur nədir? Otururam orada, məsələn, hər hansı bir mərkəzi parkda, belə dayanıram, insanlara diqqət eləyirəm. Görürəm, məsəl üçün, insanlar bir-biri ilə necə rəftar eləyir. Əsasən insancılığa mən diqqət eləyirəm. Mətbəxdən, təbiətdən əlavə olaraq. Təbiət hər yerdə təbiətdir, orada da tapa bilirsən. Amma ən üstdə olan insancılıqdır mənə görə. Səyahət etdiyin ölkələrdə ən qəribə və ən qeyri-adi məsələn ola bilər. Qeyri-adi hadisələr. Bu biraz iki suallıdır. Ən axırıncı yaşadığımı deyim bəlkə. Vyetnamda çox fərqli yeməklər yenildiyini gördüm. Hansı ki, sən də araşdırsan, Vyetnam tarixi haqqında və ölkəsi coğrafiyası haqqında məlumat xarakterli bir video çəksən yaxşı olar. Orada müharibələr olub, müharibələrdən öncə Amerika ilə də. Bu çox pis bir şeydir müharibələr, çox acınacaqlı bir şeydir, amma çox illər əvvəl orada aclıq olub. Dəhşət aclıq olub və insanlar hər şeyi yeyir. Bizim tükətmədiyimiz ot ünsürlərini yeyirlər. Yəni çöldə yetişən bizim yemədiyimiz otları yeyirlər. Fərqli heyvan ətlərini yeyirlər. Yəni onu burada detallı danışmaq istəmirəm. Orada mən görmüşdüm və inanılmaz bir travma olaraq beynimdə qalmışdı. Səyahət zamanı ən çox hansı çətinliklərlə üzləşirsən? Ən çox hansı çətinliklərlə? Məncə bu sizin üçün də çox gözəl olar. Yaşınız çox aşağıdır. Dil. Mən dili o qədər də yaxşı bilmirəm. Turistik bilirəm. Yəni how much, how many, yəni neçədir, nə qədərdir. Dil problemi ola bilər və qarşı tərəfin də, məsələn, getdiyim ölkənin aksentini başa düşmürəm. Çünki Azərbaycanlı aksenti ilə ingiliscə danışır və ya bir Vyetnamlı. Əsasən o problemlər yaşanır, amma olduğun atmosferaya görə, məsələn, biz burada sadəcə şəkərburadan və məsəl üçün qoğaldan danışa bilərik. Orada da əl-qol hərəkətlərindən anlayırsan ki, bu nə demək istəyir? Əsasən problem mənə görə dildir. Amma insan ingilis dilindən əvvəl şirin dil bilməlidir. Uğur, sən məsələn araşdırdığın, baxdığın ölkələr var, şəhərlər var. Məsələn, baxanda ən çox harda olmaq istəyirsən? Harda özünü görürsən? Ən çox mən ən sevdiyim ölkələrdən biri olan Yaponiyada olmaq istəyirəm. Yaponiya çox mədəniyyətli ölkədir. Orada olsam elə bil ki, dünyam dəyişər, həyatım dəyişər. Ən çox mədəniyyətlərini bəyənirəm.
Sən olmusan orada? Yox, Yaponiyaya getmək hal-hazırda qismət olmadı mənim. Çünki Yaponiya digər ölkələrə nəzərən həm gözəl ölkədir, həm də çox bahalı ölkədir. Olur ora. Məsələn, mən getdiyim zaman hostellərdə qalıram. Hostellərin qiyməti 5, 6, 10 dollar olur. Orada isə artıq 30, 35, 40 dollardan başlayır bir gecəlik. Hələ ki Yaponiya qismət olmayıb, amma bəlkə də birlikdə gedərik ora. Dostlarınla gəzmək yoxsa tək gəzmək? Valla uğur çəkiliş eləyəcəmsə tək gəzmək. Yəni əgər çəkiliş eləməyəcəmsə, gedib bir yerdə istirahət eləyəcəmsə, təbii ki də dostlarım. Amma bir insanlarla bir yerə getmək biraz çətindir. Məsələn, biri bu tərəfə getmək istəyir, o birisi istiqamətə getmək istəyir. Bu çox dəyişir, qarışır. Ona görə biraz mən tək gəzməyi və ya bir nəfər ekstra artıq onunla gəzməyi daha məsləhət görürəm. Getdiyin ölkələrdən hansı ölkələrə yenidən qayıtmaq istəyirsən? Bu da qəşəng sualdır, Uğur. Niderlandın dadı damağımda qalıb, Hollandiyanın. Çünki orada velosiped yolları var. Bəzən maşın yollarından daha geniş olur velosiped yolları. Təqribi yadımdaydı neçə milyon velosiped var idi, amma 5 milyondan, 6 milyondan çox idi o şəhərdə velosiped. Hər yerdə velosiped parkovkası var. Niderland çox təmiz, çox gözəl. Küçələri qəşəng, ölkənin özü balacadır. Hətta mən sənə maraqlı bir şey deyim. Uğur, biz Almaniyadan Niderlanda keçəndə bir evə qonaq oldum. Evin qonaq otağı Niderland tərəfdə idi. Yataq otağı və mətbəxi isə üzr istəyirəm, Almaniya tərəfdə idi. Yəni ev tam olaraq sərhədin üstündə idi. Elə bir şeyə şahid olmuşdum orada. Niderland deyərəm, İtaliya deyərəm. İtaliyada qayıtmaq istəyirəm. Çox maraqlı ölkədir. Barselona təbii ki də mənim favorimdir. Barselona deyərəm. Bəs olur, sənə bir sual verim. Sən əsasən plyaj adamsan, yoxsa meşə, yoxsa şəhər? Pələc, mən New York tipli şəhərləri çox sevirəm. Ya da meşə tipli Norveç olsun, Danimarka olsun. Haraları çox sevirsən? Mən əsasən meşə tipli ölkələri, şəhərləri lap çox sevirəm. Çünki orada heyvanlar və atmosferlər çox maraqlı. Çox maraqlı olur. Hansı ki, belə şəhərlər Avropada çoxdur. Varşavada bunlardan biridir. Varşavada biz bir parka getmişdik, indi adını unutdum. Balaca biz dələ deyirik deyəsən onlara. Balaca dələlər var, ortalıqda qaçışırlar və oranın ot örtüyü tamamilə fərqlidir deyəsən bizə nəzərən. Çünki çox fərqli sarmaşıqlar var, nə bilim bitkilər var. Görəndə ləzzət eləyir və özünə məxsus oranın ətri var. Mən də Azərbaycana gələndə hiss edirəm ki, bizim yaşıllığın, bizim meşənin özünə məxsus bir ətri var. Hansı ki, bilirsən ki, ətirlər əsasən meşədən alınan hər hansı bir şeylərlə yaranır. Ona görə dünyanın fərqli yerlərində fərqli o hissləri hiss etmək çox gözəldir. Mən də biraz meşəciləm. Mən də meşəni sevirəm. Bir də gəlmərəm dediyin hansı ölkə olub? Mən bunu bilirəm deyə. Ya, Hindistan deyil. Hindistan dəyişdi. Mən əslində fikirləşirdim. Deyirdim ki, mən bir də Hindistana gəlmərəm. Amma adam belə məntiqlə fikirləşəndə Uğur 1.5 milyard insan yaşayır orada və inanılmaz çox, yəni paytaxtında 30 milyondan çox adam yaşayır. Düşünə bilirsən. Ona görə də orada kaos hökm sürür. Siqnal səsləri olsun, nə bilim, fərqli küçə yeməkləri olsun. Çünki Hindistanda o qədər həyat tez davam edir ki, insanlar oturub yemək yemirlər restoranda və kasıbçılıq var deyə küçə yeməyi, ayaqüstü bir şeylər yemək orada çox məşhurdur. Ona görə də biraz dağınıqlıq olur. Amma Hindistanlar çox mənə görə çox səmimi, çox gülərüz insanlardılar. Çünki mənə elə qarşıladılar. Çox səmimi davrandılar. Hindistana qayıtmaq istəyirəm. Bangladeşə getməmişəm, amma bilirəm ki, Bangladeşə getsəm bir də getmərəm ora. Çünki Bangladeş daha betər bir yerdir eşitdiyimə görə. Səyahət zamanı səyahətlər sənə nələr öyrətdi? Səyahətdə nələr öyrəndin? Valla Uğur, belə deyim sənə, bəlkə boşa düşürsən. O an məsələn pul xərcləməyi öyrənirsən. Bilirsən ki, buna çox pul xərcləməməliyəm, buna az pul xərcləməliyəm. Genel olaraq da çox düşünürsən, özünə qalırsan. Dediyim kimi insanları analiz eləyirsən. Ölkədən, Azərbaycandan çıxmaq çox gözəl bir şeydir və Azərbaycana təkrar qaydanda bilirsən ki, bizim əksiyimiz nədir, plusumuz, artığımız nədir, bunun fərqinə varırsan və onu deyə bilərəm ki, Azərbaycan çox gözəl bir ölkədir, çox gözəl bir yerdə yerləşir və bizim millətin digər millətlər kimi
Mənfisi var, müsbəti var, amma məncə bizim müsbətimiz daha çoxdur. Onu bilirsən. Mən belə bir fəlsəfik yaxınlaşıram mövzuya. Bir otağın içində olanda o otağın ətrinin nə olduğunu bilmirsən. Amma çölə çıxıb o otağa gələndə deyirsən, ay aman bura nə pis qoxurmuş. Və ya deyirsən, buranın qoxusu çölə nəzərən daha qəşəng imiş. Bir Azərbaycandan çıxıb qaydanda hər şeyin fərqinə varsan. Ən çox da şükür edirsən, olur. Şükür edirsən ki, Allah bizdə şəkər bura var, Allah bizdə bu yemək var, nə, yarpaq dolması var. Biz çox ölkədən, həqiqətən səyahət edənlər varsa aramızda bilərlər. Çox ölkədən yaxşı vəziyyətdəyik. Həm mədəniyyət olaraq, incəsənət olaraq, tarix olaraq. Yəni bəzi ölkələrin heç tarixi yoxdur. Məsələn, Amerikanın özünün 1700-cü illərdən başlayır tarixi. Genel olaraq belə. Gələcəkdə sən hansı ölkələrə planlaşdırdın? Valla olur, gələcəkdə planlaşdırıram, Səudiyyə Ərəbistana getmək istəyirəm. Hansı ki, İslam dininin yarandığı bir ölkədir ora, yarandığı torpaqlardır. Ondan sonra Çin səfərim var və Çin çox böyük bir ölkədir. Uğur, bilirsən özün. Çində fərqli yerlərə getmək istəyirəm. Çinin hamısını bir ömür boyu gəzib bitirəmərəm. Bir də Cənubi Amerika, hansı ki, Braziliya, Şili. Biz Şiliyə Çili deyirik deyəsən, hə? Çili, ondan sonra. Özüm də ingilis dilliyəm. Yaxşı, maraqlı bir sual verirsən. Braziliyanın paytaxtı haradır? Braziliya. Yox, Brazil. Brazil. Braziliyanın paytaxtı Brazil. Avropada, Kanada, Ottawa. Azərbaycan köhnə paytaxtı haraydı? Bakıdan mən. Gəncə. Bərdə idi O deyəsən. hələ tarix keçmir. Gəncə, indi yadıma düşdü, bilirdim. Bərdə də olub. Avropadan verim. Çexiya. Çexiya, Polşanın. Polşa, Varşava, Fransa. Paris, İspaniya. Madrid, Ay, sağ ol. İtaliya. Roma, Xorvatiya. Xorvatiya, O mən də onu. Nepalı bilirəm də, Katmandu. Nepala niyə getməmisən? Valla Uğur, orada əsasən səyahət biraz çətindir. Çünki məsələn bir kəndə getmək istəyirsənsə, uzun qulaqlarla, atlarla getməlisən, nəm 2 gün getməlisən, destinationlar var, orada qalmalısan, eləməlisən. Ona görə özümü çox hazır hiss eləmədim ona, amma Nepal var. Bilirsən ki, Himalay dağlarının, səhv etmirəmsə, başlanğıcı olan ölkələrdən biridir. Nəsib olsa bir yerə qədər getməyi düşünürəm. Himalay dağları da, səhv eləmirəmsə, düz dedim. Bəlkə də gedəcəm. Təbiəti gözəldir amma. Everestdə heç kim çıxamayıb, inşallah çıxmarsan. Yox, Azərbaycanlılardan çıxanlar olub Everestdə. Doğrudan. Əlbəttə ki, Everestdə çıxanlar var, hansı ki, ora turlar da gedir, amma çox bahadır. Uğur ora getmək. Neçə min dollarlardır. İnşallah ora vertolyotla. Bu arada Everest demişkən, Uğur, sən canlı olaraq təyyarələrə baxa bilərsən. Flight Live-dır deyəsən, veb saytının adı. Təyyarələr Everestin üstündən uçmurlar. Çünki çox təhlükəlidir onun üstündən uçmaq. Hündürdür. Hündürlükdən əlavə orada turbulans, bizdə nə deyirlər ona bilmirəm, hava boşluqları çox olur. Türklər buna turbulans deyirlər. Ona görə də oradan təyyarələr uçmur. Əsasən onun ətrafından dövr eləyərək uçurlar. Və bir maraqlı sənə sual verim. İstanbuldan qalxan bir təyyarə, məsəl üçün, bura İstanbuldur. Düzdürmü? Bura isə New Yorkdur. Bu təyyarə bir düz xətt üzərində, trayektoriya üzərində gedir, yoxsa əyri trayektoriya üzərində gedir? Düz. Yox. Dünya yuvarlaq olduğuna görə, dünyanın ortaları yuxarı hissəsinə və aşağı hissəsinə nəzərən daha uzundur. Anladın? 40.000 kilometrdir, səhv etmirəmsə, ekvator xəttinin uzunluğu. Təyyarələr ona görə bir düz xəttində getdiyi zaman təyyarə belə getmiş olur. Ona görə də təyyarə üst hissədən, üst paralellərdən gedir, daha məsafəni qısaldır. Yəni uzun getsə, məsələn 11.000 kilometr eləyir, yuxarı hissədən getdiyi zaman, paralellərdən getdiyi zaman 8.000-9.000 kilometr eləyir. Bu bilgini niyə verdim bilmirəm amma. Burada şəkər buradan qoğaldır. Şəkər buradır. Şəkər bura deyilmi? Bu şəkər buradır, bu qoğaldır deyəsən. Hə? Mən də elə. Mən çox yemmirəm, diyetadayam, amma sən yeyə bilərsən. Mən ən Novruz
Novruz yeməyinə aid ən sevdiyim şəkər Bəs buradır. cib qapıda papaq atarsan? O eləyəcəm. Lütfən. Bizim vaxtımızda qulaq astı var idi, yumurta var idi. Yumurtanı biz Hə, yumurtanı qırırdınız. qırmaq, bir də yuvarlatmaq var idi. Biz yumurta rətti deyirdik buna. Məsələn, sənin yumurtan burdadır, mənim yumurtam burdadır. Onu buraxmalıydım ki, sənin yumurtana dəyməli idi. Dəysəydi mən oturdum və sənin yumurtanı alırdım. Tonqalın üstündən də tullanır. Mən tonqalın üstündən bu arada ehtiyatlı olsun uşaqlar da. Mən tonqalın üstündən tullananda içinə də düşmüşəm. Mənim nənəm var bir dənə, Ceyran nənəm. O da az qala yanırdı. Tonqaldan tullananda. Nə bilim Uğur, maraqlıdır. Belə adət-ənənələr bizdə daha çoxdur. Ya da biz bu coğrafiyada böyüdüyümüz üçün artıq bizə bura doğma gəlir. Bəlkə də Çində doğulsaydıq, böyüsəydik, oralar bizə doğma gələcəkdi. Genel olaraq yəni mən adətimi, kültürümü, mədəniyyətimi, ölkəmi, dövlətimi çox sevirəm. Çox gözəldir, yəni bizdə həqiqətən. Əslində Vyetnamda elə yeməklər var. Onlar öz yeməyidir də. Onlar onlara alışıb ki, bunları biz yeyəcəyik. Uğur, bir də onlar çox belə marça-marçla içirlər. Məsələn, çay içəndə belə eləyirlər, bax. Yemək yeyəndə də eyni şəkildə marça-marçla içirlər, yeyirlər belə. Elvin, mənim də qlobus ver. Qlobusumuz da hazırdır. Biz heç bunu hazırlamamışdıq da ki, qlobusumuz burdadır. Təyyarələrdə zaman yolculuğu eləyə bilirsən. Necə desəm, məsələn, bu günləri tutaq ki, sən Japoniyadan təyyarəyə minirsən. Düzdür, Japoniya hardadır? Japoniya burdadır. Düzdürmü? Ayın 12-sidir. Düzdürmü? Sən gəlirsən Bakıya. Sən ayın 12-sində Bakıya düşürsən. Amma bir gün keçməyinə baxmayaraq. Dünyada bir çox insanlar, zəngin insanlar ad günlərini 2 gün eləyirlər və ya yeni ili 2 gün, 3 gün yaşayırlar. Başa düşdün? Mən elə başa saldım ki, heç özüm də başa düşmədim. Yəni demək istədim odur. Dünyamız çox gözəldir. Qiymətini bilmək lazımdır, küçələri zibilləməmək lazımdır. Mən əsasən xaricdə bunu görürəm. Singapurda elə şey yoxdur, amma video çəkmişdim. Zibillənlər var. Bunlar da əsasən turistlər olur. Yerli insanlar qətiyyən zibilləmirlər. Aha, bilmirlər də onları. Bilmirlər, öz ölkələrində elə görüblərdi. Yəni başa sala bilmirsən ki, zibilləmək olmaz. Məsələn, Bakımızın mərkəzi küçələri çox təmizdir, qıraqları isə biraz nisbətən kirlidir. Biz buna diqqət eləməliyik. Bir zibilin varsa, mən bunu hər hansı bir kitabda oxumuşdum deyəsən, tərbiyə odur ki, zibil qabı ətrafda yoxdursa, o zibili öz yanında tutub, o zibil qabıya qədər aparmaqdır. Yəni o zibil qabını tapmaqdır. Bu arada uşaqlar doğrudan da yerə zibil atmayın. Təbiəti qoruyaq. Təbiəti qoruyaq, ölkəmizi qoruyaq. Belə, başqa bir sualın? Videomuz bura qədər bitdi və abunə olub like atmağı unutmayın. Son sözün nədir Şəfələn? Son sözüm odur ki, Uğur, çox gözəl bir şey eləyirsən. Həm xatirədir, böyüdüyün zaman oturub bunlara baxarsan, mən o zaman artıq qocalmış olacağam, böyük ehtimal. Bəlkə də YouTube-la məşğul olmayacağam, amma sən olacaqsan. Azərbaycanda YouTube biraz çətindir, amma qətiyyən vaz keçmə, abunələrin artacaq. Mənim izləyicilərim də əminəm ki, sənə abunə olacaqlar, dəstək olacaqlar. Çox gözəl işlər eləyirsən və mən məsləhət görərdim ki, sadəcə otaqda yox, otaqdan çöldə də vloqlar çəkəsən. Məsələn, atam mənə dedi, balığa gedəcəksiniz, balıqda videolar çəkərsiniz. Bilmirəm, bunu deməyim düzdür və ya düz deyil. Qəşəng videolar gələcək. Uğurun kanalına abunə olun, dəstək olun. Bir Azərbaycan gəncidir, mənim gələcəyimdir, sizin gələcəyinizdir. Gənclərimiz bizim üçün önəmlidir. Sənin kanalında qonaq olmaq mənim üçün böyük bir qürur idi. İnşallah illər sonra baxarıq buna. Bitdi, bitmədi. Videonu bəyəndinizsə davam edək.